Milli qəhrəman yaşayan iki dənə tanıyıram, amma ölən çoxdur. Təxminən 100-dən yuxarı olmalıdır, səhv etmirəmsə. 200-dən yuxarı olmalıdır. Valla yalan deyirəm. Valla yalan deyirəm. Yox, yalan deyirəm, məlumatım yoxdur bu haqda. Sayını bilmirəm dəqiq. Milli qəhrəman çoxda sadalamaq olmaz, misal üçün. Haradasa 150-200-ə yaxın çox, dajından çox qəhrəmanımız var. Məndə də yoxdur məlumat. Sayı var. Yox, məlumat yox. Təxminən 100-dən yuxarı olmalıdır mən bilən. Nəyə bilmərlər? Bilmirəm, dəqiq bilmirəm. Var, çoxdur. 40-dan çoxdur, yəni dəqiq bilmirəm, sayını bilmirəm. Təxmini sayı bilmirəm. Mənə elə gəlir 1000-dən artıq olur. Yalan deyirəm. Sayı var, məlumat. Yox, onu yalan deyirəm. Sayı çoxdur, amma mən azını tanıyıram da. Var, şəhidlərimiz var, doludur, 100-ə yaxın var. Milli qəhrəmana çox. Milli qəhrəman yox, milli qəhrəman sayını dəqiq deyənmərəm. 410 ya da 510 belə olmalı, səhv eləmirəmsə. Yalan deyirəm. Я не знаю, сколько. Да, я точно знаю, что их много. А вы сами азərbaycanlısı? Naполовину. Ən azı 1000-dən çox olar da, yəni ki. Mən ümumi deyirəm də, 2-ci Dünya müharibəsi, hamısı bir yerdə. Человек 10. Bilmirəm. Çoxdur. Да, многие есть, но я забыла уже. Yox, yalan deyirəm onu. Neçə dənə qəhrəman var? Milli qəhrəman. Məncə 50-yə yaxın olar. Təxmini deyə bilmərəm, amma fəxr edirik milli qəhrəmanlarımızla. Mübariz. Birdən soruşdunuz. General-leytenant da səhv etmirəmsə, Rövşən Əkbərov. 2 qat milli qəhrəman. Dünya üstə dəyişənlərdən soyadı İmanov olan var, tanıyıram. Tankist olub, 2 qardaş olublar, ikisi də. Sonra Həzəslanovun özü SSR-də olub. Sonra tam bu dəqiqə yadımda deyil, amma çoxdur. Babək Koroğlu. Milli qəhrəman. Mübariz. Qalanı bilmirəm. Mübariz İbrahimov, Ramil Səfərov. Да, многие есть, но я забыла уже. Mübarizi tanıyıram. Başqa heç kim. Yadımda deyil. Çingiz Mustafayev misal üçün hansı çəkə bilərik, misal üçün Çingiz və sairələri çoxlarını çəkə bilərik. Çingiz Mustafayev. Başqa... Allah. Yox, məlumatım yoxdur. Yox. Milli qəhrəmanlardan belə də yalançı olaram, yox, məlumatım yoxdur. Çingiz Mustafayev bu yaxınlarda ad günüydü. Həzə Aslanov falan, Ziya Bünyadov milli qəhrəmanlar sayılır. Teymur Mustafayev, Çingiz, onlar. Çox deyil, mən hansını deyim, adları yəni. 3 nəfər adım çəkin. Çəkmişəm də Çingiz. Çingiz olsun, Allah rəhmət etsin. Telejurnalist idi. Jurnalist idi. Var, çox var, nə bilim, indi yadımda qalmır. Ramil Səfərov, Çingiz Mustafayev, Mübariz İbrahimov və s. də. Biri bizim Şərurdan ilk milli qəhrəman Mir Məhərrəm Seyidov, Kərim Seyidov, sonra Mübariz İbrahimov, Fərid Əliyev. Yadımda qalan bunlardır. Aha, Mübariz İbrahimovu tanıyıram, Fərid Əliyevi tanıyıram. Sonra Elşən Sultanovunu tanıyıram. Bu qədər. Bəli, Mübariz İbrahimov, Əlif Hacıyev. Mənim tanıdığım əsas Çingiz Mustafayevdir, ondan başqasını yəni. Başqa kimlər tanıyırsınız? Başqa yəni yadımda qalanı yoxdur elə. Mübariz İbrahimov, elə birinci ağlımıza o gəlir. O SSR qəhrəmanı Mehdi Hüseynzadə, məsəl üçün. Həzəslanov. Yadımda qalanı yoxdur. Heç bir yadınızda yox. Milли qəhrəmanları, что говорить, я не знаю. Только исторически знаю, Babək Koroğlu такие. Həzə Aslanovdur, hansı ki 2-ci Dünya müharibəsində milli qəhrəman olub, tək Azərbaycanda yox və hətta Sovet məkanında da, belə deyim. Rövşən Əkbərovdur, hansı ki indi yaşayır, sağlamdır, belə deyim də, vəfat edənlər deyil. İndi digərlərini biraz çətinlik çəkirəm, yadda salmağa. Amma yəni bilirəm də, eşitmişəm. Mübariz İbrahimov.
Sonra yox. Mübariz. Sonra kimi deyim, o qədər varımız. Yox, yox. Təəssüf ki, yox.